Mən istəyən səndə var, sən istəyən məndə var. Bu cür nahay haraydan görən hansı bəxtəvərdə var. Gəlin görək bu evdən hansı bəxtəvərdə var. Değerli izləyicilərim, super, super, gözəl bir dənə, gözəl düz Məscid küçəsində, İmam Həsən məscidinin yanında, asfalt yoldan 10 metr, artıq olsa söyərsən. Belə bir gözəl ev harda var? Gəlir, belə bir qəşəng ev yoxdur. Qiyməti 59 minə. Bax, and ol Allaha, belə evlərin qiymətini 62-yə, 63-ə, nə bilim axı, 60-a dirənirlər. 59 minə verirəm, real alıcıya endirim də eləyirəm. Evimiz yerdən 7 daş kürsülü, tam qoşa daş, kombi xətləri aboylanıb, hər şey hazır. Gəl dostum, gəl. Evimizin koridoru. Geniş, iri bir koridor, səliqə ilə. Dostlar, belə bir koridor yoxdur. Gəlin bura bəylər, gəlin bura. Evimizin qonaq otağına bir dənə baxın elə. Həşirdir, həşir. Bu cür hardadır ev? Gəlin bura, bax, zalımıza, panorama pəncərəsi, bütün hər bir şey, bax, stoplar var ha orada. Hamısını istəyən stoplardan qoyub verəcək, gəl bura. Evimizin mətbəxi. Dostlar, necə lazımdır? Geniş, iri. İstəyən olsa, mətbəx meyvəndə yığırıq. Onu da deyim, dəyərli dostlar, biləsiniz. Gəlin bura. Evimizin zalı. Qonaq otağı qədər geniş və iri. Super. Yataq otağı da zal dedim. Gör ha, bax gəl bura. Dil çaşar düzün deyər. Dil çaşar düzün deyər. Gəlin bura. Evimizin digər yataq otağı. İri yataq otaqlardır. Burada detski yoxdur da. 2 dənə iri yataq otağıdır. Biri birindən böyük. Biri digərindən böyük. Bura baxın, sanitar qoşağı. Bütün buna bax, set qalaqlarına qədər var. Tuvaletin belə set qalığına qədər var ki, miçə içəriyə girməsin. Yan bakanın gözünü uyarım. Yani bu kadar güzel bir ev. Değerli dostlar, gəlin inşallah. Burada beklemirəm. Pulu cibə qoy. Gəlin ağdı gedək alqı-satqıya. Sənədlər fərdi yaşayış üçün verilən çıxarı sərəncamıdır. Asfalt yola yaxında hər şeydə qaydasındadır. Gəl ev.